Venn diagram verip kumol verip bize. Kumol moleküler formunu yazsam kumol olur S9H12. Propinde olacak S3H4. Yani burada izopropil benzoldu hem de kumolumuz. Yani kumolumuz hem de belə də yaza bilərik. C6H5 CH3 CH3. Propin də olacaq CH 3 qat CH3. Homoloji sıranın ikinci nümayəndəsidir. Homoloji sıranın ikinci nümayəndəsi propindir. Çünki kumolda benzolun homologudur. Burada ilk nümayəndədə karbon 6'dır. Yəni bu artıq üçüncü nümayəndə sayılır. İkinci nümayəndə bu 2'ye aid olacaq. 1. Karbonun kütlə payı 90%'dir. Bu propinə aiddir. Çünki C3H4'dürsə 36 olacaq. 3 vur 12. Mr də burada 40'dır. Vur 100. Bu da eləcə 90%. 2 də birdən biri də yoxlayaq. Deməli C9H12'yə bir dənə baxaq. 9 vurulsun 12. Burada da 9 vurulsun 12 üstə gəl 12. Yəni vur 100. Bu da elə 90% edir bu da. 90% 3'e aittir. 2 3'e aittir. Molekulda 12 sp3 hibrid orbital var. 12 dənə sp3 burada bir dənə bu karbon propinde sp3'dür. 4 dənədir burada sp3. Yəni bu 3 karbon da sp3'dür. Bu aiddir. Yəni kumola düşümüz. Yəni buradakı izopropil radikalındakı karbonlar sp3'dür. 3 karbon, hər sp3 4. Bu da aiddir 1'e. Molekulda bir metil qrupu var. Bu propinə aiddir. Bir dənə metil qrupu burada var. Deməli 4 də bura aiddir. 1'e 3'dür. 2'ye 1 4. 3'e də 2. Cavabımız D variantı.